Salam əziz dostlar, bu gün istəyirəm Azərbaycanın Urmu şəhrinə aid olan yarma şiləsini dağ otları ilə bişirəm. Dağ otlarını çölə çıxarkən özünüz də dərə bilib və ya mənə tay göy satılan yerlərdən ala bilərsiniz. Əgər dağ otlarını tanımırsınız, bir neçə post qabaq əkslərini islaydı post eləmişəm. Bu ləzzətli şiləni bişirməyə 2 soğanı qızartmaqla işə başlayıram. Soğanlar qızardıqdan sonra birazını üzünün bəzəyi üçün alıram. Qalan soğanlara biraz sarı kök artırıb və qarışdırıram. Bir yarım yemək qaşığı rubbu artırıb, onu da qızardıb və 3 dana doğradığım pomidoru əlavə edib, onu da bir tov verib və ət suyunu artırıram. Qabaqcadan yuyub islatdığım bir dolu piyala yarmanı da artırıram. Və pişmiş noxud. Mən az artırdım, siz eləyə bilərsiniz, bundan çox da artırasınız. Təmizləyib və hazırladığım dağ otlarını da artırıram. Bu göylər pişmək üçün çox zaman istər. Onun üçün vaxtlidən bu aşı hazırlayıb və çoxca zaman verin ki, yavaş-yavaş pişib və özünü tapsın. Hərdən bir yoxlayıb suyuna baxıb və qarışdırın ki, dib tutmasın. Şiləmizin hazırlanmasına az qala ona bir acı biber artırın, acısı çıxsın və şiləmizi ləzzətləndirsin. Şiləmizin bəzəyi üçün ayırdığımız soğanları biraz da qızardıb, quru nanə əlavə eləyib və bir kənara alırıq. Dəyərli followerlərim, şilənin anlamı çox pişib loğab salmış bir yemək deməkdir. Sarı şilə və ya ayrı şilələr ki, bütün Azərbaycanda pişirilir. Yəni bu yemağımızın suyu aşa görə az olmalıdır. Pişirən, yeyən hər kəsə nuş olsun. Dəyərli dostlar, ana dilimizdə reseptlər istəyirsiniz əgər peycimə bir baş vurun. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.